Salam izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə çox dadlı və asanlıqla hazırlaya biləcəyiniz Napolyon tortunun reseptini bölüşürəm. Bir boş qaba 1 ədəd yumurtanı əlavə edirəm və bura 1 xörək qaşığı üzüm sirkəsini, çay qaşığının ucunda limon duzunu və yarım stəkandan biraz çox soyuq suyu əlavə edib qarışdırıram. Məhlul tam qarışdıqdan sonra 200 ml stəkandan 4 stəkan unu bura əlavə edirəm və 120 qram kərə yağını una batıra-batıra sütgəcin iri gözündən keçirdirəm. Əlimlə biraz umac halına gətirdikdən sonra ortasında yer açıb hazırladığım məhlulu bura əlavə edirəm. Və başlayıram xəmirimi yoğurmağa. Napolyonun xəmirini bildiyiniz kimi çox yoğurmaq olmaz. Xəmiri əlimlə sadəcə toparlayıram. Xəmiri əlimlə uzunsov formaya salıram. Siz 8 və yaxud da 9 hissəyə də bölə bilərsiniz. Mən 7 bərabər hissəyə böldüm. Hazırladığım kündələri soyuducunun aşağı gözündə təxminən 1 saat gözlədirəm. 1 saat keçdikdən sonra mən artıq kündələri açıb yayıram. İstədiyiniz diametrin ölçüsündə açıb yaya bilərsiniz. Mən 24 cm diametr üçün açdım və ondan biraz böyük açıram ki, bu yuxalar pişdikdə bir qədər yığılır. Ona görə biraz böyük açmaq lazımdır. Və gördüyünüz kimi listin tərs üzünə biraz un səpib yaydığım yuxanı bura qoyuram və qabarmaması üçün biraz çəngəlləyib 200 dərəcədə təxminən 6-7 dəqiqə bişirirəm. Və bişən qorcların kənarlarını gördüyünüz formada kəsib çıxardıram. Çıxan kənarlarını tortun üstü üçün ovuntu halına gətirirəm. Keçirik tortun kremini hazırlamağa. 250 qram yumuşaq kərə yağını qaba əlavə edib mikserlə biraz çalıram və bir banka qatlaşdırılmış südü bura əlavə edib mikserlə krem halına gələnə qədər qarışdırıram və başlayaq tortumuzu yığmağa. İlk öncə yuxanın altına biraz krem sürtürəm ki, qaçmasın və hazırladığım kremdən bura əlavə edib başlayıram yuxaların arasına yaymağa. Tortu bu reseptlə hazırlasaz çox xırçıltılı və dadlı alınacaq. Hazırda mən burada tortu axşam hazırlayıram və sabah sizə necə xırçıltılı olduğunu göstərmək istəyirəm. Tortun aralarını və kənarlarını kremlədikdən sonra hazırladığımız ovuntunu kənarlarına gördüyünüz formada vururam. Son olaraq ortasında ovuntu ilə bəzəyirəm və tortumuz artıq hazırdır. Və qoyuram təxminən 10 saat soyuducuda tort özünə gəlsin. Tortumuz artıq özünə gəlib hazırdır. Kəsib için sizə göstərmək istəyirəm. Gördüyünüz kimi çox dadlı və möhtəşəm görünür. Dadı da həqiqətən başqa bir aləmdir. Mütləq siz də hazırlayın. Sağ olun, salamat qalın.